Allah Subhanahu taala Quran-ı Kərimdə deyir ki, vay o namaz qılanların halına ki, onlar namazlarında səhlənkardırlar. Yəni namazlarında səhlənkar olmaq nə deməkdir? Necə ki, Sa'd radiyallahu anh deyir, yəni o kəslər ki, namazları vaxtından gecikdirərlər. Yəni vay da cəhənnəmdə bir dərənin adıdır. Yəni namazı vaxtından gecikdir. Yəni namaz 5 vaxt namaz qılan bir kəs üçün namazı vaxtından gecikdirmək insanın cəhənnəmə düşməyinə səbəbdirsə, subhanallah, gör ümumiyyətlə namaz qılmayan halı necədir. Başqa ayədə Allah Subhanahu taala buyurur ki, sizi səqər cəhənnəminə salan nədir? Onlar da deyəcəklər ki, biz ümumiyyətlə namaz qılanlardan deyildik. Yəni namaz tərk eləmək çox əzəmətli bir günahdır. Yəni zinadan da, adam öldürməkdən də, içki içməkdən də, yəni ağlına gələn bütün böyük günahlardan böyükdür. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim deyir əsr namazını qılmazsa, bütün əməlləri puç olar. Yəni bir kəs bilərəkdən, yəni əsr namazının vaxtı girdi, mən əsr namazı, məsələn kimsə bilərəkdən əsr namazını məğribə qədər qılmır, həmin gün elədiyi bütün əməlləri puç olur. Həmin gün olsun sədəqə verib, məclisə gedib, Quran oxuyub, oruç tutub, neyniyib, bütün əməllər savabı getdi. Yəni subhanallah, çox təhlükəli bir şeydir. Başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim əsr namazını, deyir əsr namazını itirən bir kimsənin misalı ailəsini və mal dövlətini itirən bir kəsin misalıdır. Subhanallah, yəni kim əsr namazını itirərsə, sanki ailəsini və var dövlətini itirib. Yəni o qədər önəmlidir. Burada subhanallah, yəni bir namazdan söhbət gedir. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir, kim bilə-bilə, hədisin əvvəl deyir, فَلَا تَتُرْكَنَّ صَلَاةً مَكْتُوبَةً مُتَعَمِّدًا, deyir ki, Allahın sənə yazdığı bir vacib namazı buraxma. Kim bilə-bilə bir vacib namazı tərk edərsə, Allahın qoruması ondan uzaqlaşar. Yəni bilə-bilə bir vacib namazı tərk eləmək səbəbdir ki, insan Allahın qorumasından uzaqlaşır. Ümumiyyətlə, namazı tərk eləməyə bir üzür yoxdur. Yəni, namaz elə ibadətdir ki, başqa ibadətlərdə üzür var. Məsələn, xəstəsən, oruç tuta bilmirsən, əvəzinə kəffarə verirsən. Ümumiyyətlə, imkanın yoxdur kəffarə belə verməyə, kəffarə belə vermirsən. Çünki Allah Subhanahu taala insanı gücü çatmayan bir şeylə yükləmir. Məsələn, imkanın yoxdur həccə getməyə, həccə getmirsən, sənə artıq vacib deyil. İmkanın yoxdur ümrə eləməyə, ümrə eləmirsən, sənə artıq vacib deyil. İmkanın yoxdur zəkat verməyə, zəkat vermirsən, sənə artıq vacib deyil və s. Amma namaz belə deyil. Namazda xəstəsən, ayaq üstə dura bilmirsənsə oturub qılırsan. Oturub qıla bilmirsənsə uzanıb qılırsan. Və s. Yəni namaz mövzusunda üzür yoxdur.